Peyğəmbərimizdən hədis var, əgər insanın o fitri tərəfi, insanı tərəfi mükəmməl olmasa, təfəkkür bazası sağlam olmasa, onun qıldığı namazda, tutduğu orucda şeytanın qılıncını itləməkdən başqa bir işə yaramır. Məqam düşən kimi kəsəcək. Bu da məsələ. Hər bir işdə belə də insanın təfəkkür bazası sağlam olanda, məsələn, Allah Teala Adəmi yaratdı, mələklər sual verdi və iblis də sual verdi. Eyni sualı verdilər. Mələklərin fikrində, təfəkkür bazasında nə var idi? İstixbar, xəbər almaq, xəbər öyrənmək. Amma iblisdə nə var idi? İstikbar, təkəbbür, hegemonluq. Ona görə hər bir insan bu əməl ki görür, əməllərinin gürovundadır. Namazdır, orucdur, bunlar ruhi qidadır. Telefonun zərətqası qutardı, zərətqaya qoymalısan sən bunu. Namaz, oruc əslində budur insanın yuxarıya doğru rüşd eləmək üçün.